İndi izah etdiyim kimi avtomobilimizi geriyə doğru hərəkət etdirərək, bax, bu yük avtomobilinin küncündən sağa çevirəcək. Sən monitora baxmırsan, yaxşı, kameraya baxma, sadəcə olaraq biləsən deyə dedim. Yolun relyefi bizdən indi nə istəyir? Ayağımız tormuzda olmalıdır, çünki aşağıya doğrudur. Hal-hazırda. Hal-hazırda yuxarıya doğrudur deyə qaz olmalı. Bəli, avtomobilin arxası üzü yoxuşa doğrudur da, düzdürmü? Deməli, bu yoxuşu qalxmaq üçün bizə cüzi qaz lazımdır. Buyur, cüzi qaza toxun. Abartılı oldu. Yox, qızım, tələsmə, həyəcanlanma. Qazdan ayağını götür, məni dinlə. Bax, arzu, rol, yəni sükan, qaz və əyləc. Yəni, rol, qaz, tormuz. Bunlar xörəyin duzudur. Az elə, ehtiyac olsa sonradan biraz da əlavə eləyərsən. Amma birdən-birə çox eləsən, geri dönüş olmaya bilər. Cüzi qaza toxun, zərif. Hələ çatmamısan kora? Bu da çoxdur qızım. Onda çevril sola bax. Görsən orada döngə var? Oradan gələn yoxdur ki? Xeyr, yoxdur. Balaca qaza toxun. Sol güzgüyə bax. Yoxdur ki gələn. Xeyr, yoxdur. Orta güzgüyə bax. Yoxdur gələn. Çevril sağa bax. Avtomobilin arxası oldu o yolun maneəsi ilə paralel. İndi sükanı çevir sağa. Bir dövrə çevirdinmi? Azacıq qaza toxun, bir növ avtomobili itələmək məqsədi ilə bunu eləyirik. Vəssalam. İndi əyləcə toxun. Çevril bax sola. Gördün avtomobil? Buna görə bir yerə uzun uzadıb baxma, qısa baxışlarla bax bir. Və bir məlumatı da sənin nəzərinə çatdırım. Sən və digər hərəkət iştirakçıları, izləyicilər də bilsin. Geriyə hərəkət tam təhlükəsiz olmalıdır. İstənilən halda, çünki geriyə hərəkət zamanı bir hadisə baş versə, Allah uzaq eləsin. İstənilən halda geriyə sürən sürücü günahkardır. Buyur, əyləci yavaşca burax. Aktiv bax hər tərəfə. Rahat ol. Rahat ol. Davam elə. Yox, düzləşdirmə. Biz yolun sağında olmalıyıq. Qoy geçsin avtomobil. İndi düzəlt sükanı. Düzləşdir. Bax sağ güzgüyə. Görsənmi bardırın üzərinə gedirsən? Deməli sükanı hara eləməliyik? Sola. Çünki geriyə hərəkət zamanı sükanı hara çevirsən, avtomobilin arxası da ora gedəcək. Düz oldu mu? Bəli, oldu. İndi bardurun kənarındakı sarı hüdud xətti ilə avtomobilimizin arxa qapısının dəstəyini, yəni ruçkasını bir apar. Yəni o simmetriyanı qoru. Bir qədər də yaxınlaş. Hə, burayla hesab götürürük, raşot götürürük. Digər güzgülərə isə yoxlanış məqsədi ilə baxırıq və qısa baxışlarla. Hələ ki düz davam edirik. Çox mühüm tapşırıqdır Arzu. Bugünkü gün əziyyət çəkən sürücülərin böyük əksəriyyəti, əsasən də məndən kimsə inciməsin də, mən heç vaxt ayrı seçkilik salan adam deyiləm. Amma bu fikri çatdırmaq üçün bunu deyirəm. Əsasən də xanım sürücülərin əksəriyyəti bu mövzularda əziyyət çəkir. Parklama mövzusunda. Niyə? Çünki geriyə hərəkəti öyrənmirlər, öyrədilmir. Fikrimi çatdıra bilirəm. Amma düşün, bir adam arxa-arxaya avtomobili sərbəst idarə eləyə, hətta döngələri belə dönə bilirsə, onun üçün irəliyə doğru avtomobili idarə etdirmək nə qədər çətin ola bilər ki? İndi biz, bax, sağımızdakı bardurun qurtaracağından sağa dönəcək, düzü? Bax sağa, gör sağda olan yol hardadır? O biri bardurdu da. Ay, sağ ol. Məsafən nə qədərdir qızım? Çoxdur, 4 metrdən çox. Genişdən gəl. Birinci yarım sağ eləyirdik. Bu yarım deyil, amma yəni sən belə nəzərdə tut ki, avtomobilimiz ora meyllənsin. Daha sonra dedik ki, avtomobilimizin arxa qapısının, bu yox, bundan sonraki dirəyi, stoykası, sütunu həmən o son maneə ilə bir olanda dönəcək. Hələ çatmayıb ki ona? Xeyr. Onda yoxlanış apar. Çevril çiyin baxışı ilə sola bax. O güzgü, bax, sökən. Güzgüdən
Avtomobili görsən gedən. Görmürsən ki? Yox, yox. Çevril bax amma o yola bax. Gördün oradan bir boz avtomobil getdi. Və yaxud da qara rəngli Priusu görmürsən ki güzgüdən. Çevril sola bax. Solunda bax, bax solunda. Yəni güzgü sənə hər şeyi göstərməz. Ələxüsus da geriyə hərəkət zamanı, dönmə zamanı mütləq şəkildə çevrilib çiyin baxışı ilə baxmalısan. Yoxlamış elə. Yoxdur gələn gedən. Xeyr. İndi çatdım avtomobilin arxası ora. Sükanı çevirməlisən. Bəli. Çevir bir dövrəni tamamla. Bir də orta güzgüyə də bax. Yoxdur gələn gedən. Keçsin, keçsin. Hər tərəfə əla. İndi sağ güzgüyə bax. Heç kim yoxdur, düzdür? O bardurla avtomobilin simmetriyası bir olanda indi düzləşdir. Xətti tut, düz şəkildə get. Beyində suallar yaranır, Arzu. Səndə bu suallar yaranmayıb, çünki mən öncədən məlumat verirəm də nəyi niyə elədiyimizi. Bəs xətt olmasa nə edəcəm? Xətt olmayacaq, sabahsı gün o xəttin yerində beton olacaq. Bugün xətti tutub gedə bilməyən adam, sabahsı gün də o betonu tuta bilməyəcək, gedib qəza edəcək. Hər tərəfi yoxla. İndi biraz da get. Eniş olduğu üçün bəli, əyləsən istifadə edirsən. İndi orta güzgüdən Arzu. Orta güzgüdən sən baxanda görürsən də ki, arxada çuxur var, düzdür? Mən izləyicilərin görməsi üçün kameradan göstərirəm. Bir qədər geridə çuxurumuz var. Hələ ki davam elə. Bu çuxurun yerində əyləci biraz burax. Bu çuxurun yerində fərz eləyin ki, bir avtomobil dayanıb. Biz o avtomobili vurmalı deyilik ki, maneəni dəf etməliyik, düzü. Keçməliyik indi sol zolaq Arzu. Sükanı yarım. Sola çevirdik. Özümüz sağa baxırıq. Sağda isə qızım, bizim hesab götürəcəyimiz bir meyar yoxdur. Həmişə deyirdik ki, arxa qapının dəstəyi, yəni arxa qapının ruçkasının üstü bardurun altına çatanda sükanı yarım sağ eləyirik. Amma indi orada döngü olduğu üçün avtomobilin ruçkası o boşluğa düşəcək. Ona görə önə bax. Avtomobilimiz çəp oldu mu? Loru dinləndirəm Arzu. X rəqəmini gözün qarşısına gətir. X-in bir qolu oldu. İndi sükanı çeviririk sağa, yarım. Baxırıq əks istiqamətə, sol güzgüyə. O bardura toxunmuruq ki. Toxunmuruq. Davam elə. Hələ ki get. Avtomobilimiz düz oldu. İndi düzləşdir. Və beləcə biz sağımızda olan bu çuxur ki var, bax bu çuxur. Hansı ki avtomobil hesab elədikdə biz onu, o çuxuru keçdik. Düzü. İndi qayıtmalıyıq öz zolağımıza. Buyur, yarım sağ elə. Özümüz sol güzgüyə baxırıq. Arxa qapının dəstəyinin üstü çatdı bardurun altına. İndi isə əks istiqamətə baxırıq. Dəymirik ki o bardura. Düz olduq, düzəldirik. İndi burada sənə bir şey dedim. Misal üçün, qoy D rejiminə. Tələsmə, qoy avtomobil keçsin. Əyləci burax. Bu tip suallar, yəni aldadıcı suallar adətən sürmə imtahanında düşür. Saxla. İndi qoy erə. Burax. Əyləci, get. Müəllim olaraq mən və yaxud da sərnişin olaraq avtomobilində əyləşən hər hansısa bir şəxs və yaxud da səndən imtahan götürən polis nəfəri sürmə imtahanında sənə burada komanda versə ki, dayan. Dayanacaqsanmı? Dayanacaqsan, düzü. Dayanmaqla da imtahandan kəsiləcəksən. Burada sənin dayanmağın məntiqlidir, məntiqsizdir? Məntiqsiz. Niyə? Çünki heç bir maneə yoxdur da. Yox, yəni burada sən avtomobili saxlamaq göstəriş aldın. Burada avtomobili saxlamağın məntiqlidir yoxsa yox? Məncə yox. Niyə? Əsaslandır. Niyə görə? Bax qızım, biz bu yazılan qayda deyil. Bax soldakı ağacın butağına.
Görsən yolun ortasına sallanıb. İndi qarşıdan gələn avtomobil oradan keçsə o avtomobilin damı cızılacaq. Hələ də yük avtomobili. Deməli sən burada dayanmaqla digər hərəkət iştirakçılarının hərəkətini məhdudlaşdırırsan. Düzdür? Ona görə burada dayanma. Və yaxud da bax bununla bağlı da bir paylaşım eləmişdim. Bəzi düşüncəsiz sürücülər bax orada qarşıda çuxur var da, düzdür? O çuxurun sol tərəfində dayanırlar. Bax, orada dayanırlar. Artıq gələn gedən avtomobillər o məcbur qalır o çuxura düşməyə. Amma orada yox, bir 10 metr qarşıda dayansa heç kim ziyan görməz. İndi burada da bəziləri yerli yersiz və yazırlar, yazacaqlar da ki, yolu düzəltmirlər, yolları. Bizim işimiz, mən yol təmir işinə baxmıram. Mən sizi avtomobil idarə etməyə öyrədirəm. Mən sizi sürücü kimi yetişdirirəm. Yolu düzəldirlər, düzəltmirlər, bu ayrı məsələ. Yeri gəlsə o yolun elə olması da sizin üçün bir materialdır. Fikrim çatdıra bilirəm. Yəni izah eləmək istədiyim odur ki, avtomobil idarə etmək, öyrənmək, eləcə də öyrətmək yetmir. Bu kimi şeyləri düşünə bilməlisən, görə bilməlisən, məntiqin olmalıdır. Ona görə əyləci burax, yoxla bütün güzgüləri. Yoxdur ki bir sıxıntı. İndi sən burada kənarlaşdın axı qızım, çox kənarlaşdın. Yaxınlaş sağa, yaxınlaş, mümkün olduğu qədər yaxınlaş. İndi sən burada dayanmaqla kiminsə hərəkətini məhdudlaşdırmırsan ki qızım. Xeyr. Bax burada dayana bilərsən. İndi əziz izləyicilər, mən sizə bəzi məlumatları verim. Bizim bu qızımızla bugün neçənci saatımız olur? 9-cu dərs saatımız olur. Və çox gözəl qavramı olan, çox pozitiv aurası olan, çox yaxşı mənada, yəni seçilən tələbələrdəndir. Bu qızımızla bizim 9-cu dərs saatımızdır. Biz avtomobili geriyə hərəkət etdirməyi artıq yekunlaşdırırıq. Bundan sonra parklama dərsimiz gələcək. Və bu şəkildə avtomobili arxa-arxaya sürə bilən tələbə üçün bütün parklama növlərini öyrənmək maksimum 1 saatlıq işdir. Yəni çətin olmayacaq bizim üçün. Demək istədiyim nədir? Yəqin ki qarşılaşırsınız başqa təlimçilərdə. Görürsünüz. Ayka xanım, salam. Necəsiz? Bugün Ayka xanımla 2-ci dərs saatımızdır. Gördüyünüz kimi şəhər yollarında sürür. Ay maşallah, necəsən Ayka? Yaxşıyam müəllimə, sizlə çox özgüvənliyəm. Ay malades, və salam. Bu videoda siz nə marifləndiniz, nə öyrəndiniz? Heç nə. Siz nə bilirsiniz ki, sükan arxasında əyləşdirilmiş tələbə kimi sizə təqdim olunan şəxs doğrudan da sıfırdan başlayan 2-3 saat dərslərdə iştirak eləmiş tələbədir, həmən o Ayka xanım. Yoxsa bir peşəkar sürücüdür, gətirib əyləşdiriblər sükan arxasındakı, otur sənin videovu çəkim, qoy cəmaət elə bilsin ki, mən 3 saata belə sürücü yetişdirirəm. Bu tip aldadıcı, manipulativ videolara, məlumatlara inanmayın. Mən sizə həqiqəti deyirəm. Fakt olaraq bu qızımızla 9-cu saatımızdır. Söhbət əgər hər şeyi detallı şəkildə öyrənməkdən gedirsə, bu 3-5 saatlıq iş deyil. 3-5 saata siz yola da çıxa bilərsiniz, düz yolu sürə də bilərsiniz. Amma əgər sizin yerinizə mən sükan çevirəcəmsə, mən sizin yerinizə əyləc pedalını basacamsa, misal üçün indi R bölməsindədir avtomobilimiz, gördüyünüz kimi kameramız açıqdır və avtomobili saxlayan, nəzarətdə saxlayan tələbəmizdir, mən deyiləm. Demək istədiyim odur ki, bəli, təlimçi sükana da müdaxilə eləyə bilər ki, eləməlidir, əyləc pedalını da, amma sizi birbaşa yola çıxardıb, əgər sizin yerinizə təlimçi sükan çevirirsə, sizin yerinizə təlimçi əyləc pedalını basırsa, siz deməli avtomobil idarə etmirsiniz. Siz sadəcə olaraq orada sərnişin qismində əyləşmirsiniz. Bunu da bir çoxunuz özünüz istəyirsiniz ki, mən yol istəyirəm, mən yol istəyirəm. 1-ci, 2-ci, 3-cü, 4-cü sinifləri oxuyub öyrənməmiş, siz ali təhsil ocaqlarına qəbul ola bilməzsiniz axı. Fikrim çatdıra bilirəm yəqin ki, sizə nə demək istədiyimi. Yəni, bu tip şeylərə inanmayın. Hələ bizim bu qızımızla
10-cu saatda biz parklamanı öyrənib qutaracağıq. Belə demək mümkünsə, orta məktəb dərsliklərini qutaracağıq. Daha sonra keçəcəyik ali məktəbə, yəni şəhərdaxili yollara. O yollarda da bizim döngələrimiz olacaq, o dönüşlərimiz olacaq, dairələrimiz olacaq, tıxac olacaq, ötməməli, nə çox iş var orada görəcəsi. Amma bunları öyrənməmiş o yola çıxan tələbənin ancaq əldə elədiyi qorxu, stres olur. Mən istədim ki, bu bilgiləri sizə elə bu videoda verim. Hər şey göründüyü kimi sadə deyil, həqiqət tam fərqlidir. Bunu bilin və qəbul edin. Mən sizə desəm ki, yenə də deyirəm, bugün Arzu qızımızla bizim ikinci dərsimizdir. O qədər gözəl sürür, o qədər... Baxın siz Allah, necə gözəl dönür. Siz ona inanacaqsınız. Çünki xəbəriniz yoxdur, nə var, nə yox. Amma mən sizə həqiqəti deyirəm. Bu həqiqəti eşitməyi, anlamağı, qəbul eləməyi bacarın. Allah hər birinizin yolunu açıq eləsin, Allah hər birinizi qorusun. Hansı işin, belə deyim də, sahibisinizsə, hansı işi öyrənmək istəyirsinizsə, düzgün şəkildə öyrənin, qüsursuz şəkildə. Ondan sonra buyurun, o işi icra eləyin. O sürə-sürə öyrənəcəksən, biz də elə öyrənmişik düşüncəsi çox yanlış bir düşüncədir. Sürə-sürə öyrənəcəksən, vura-vura öyrənəcəksən deməkdir. Yəni, maşını ora-bura vura-vura öyrənəcəksən. Vuranda da birincisi xərcimiz az çıxmır. İkincisi də həmişə maşın gedib, bardura dəymir, divara dəymir, maşına dəymir. Allah uzaq eləsin. Bugünkü gün maşından çox moped, motosikl, skuter var. Birinə dəysəz görün, aqibətiniz necə olar? Lazımdır bu qədər dar düşünüb, yəni çiğ iş tutmaq lazım deyil. Ona görə də özünüzə hər bir mövzuda yatırım eləyin, zamanınızı, maddiyyatınızı, gücünüzü, enerjinizi özünüzün təkmilləşməsinə ayırın, tam şəkildə öyrənin. Ondan sonra siz də hər kəs kimi buyurun, idarə edin. Sağ olun, salamat qalın.